Lazerə getdim, amma heç nə hiss eləməmişdim də. Getdim ki, yəqin ki, düzgün vurulmayıb lazer və yaxud da mən baxmışam, bilmirəm. Amma eynə ilə olmalı idim, elə bilirəm ki, eynəksiz idim. Gözümə işıq düşüb, lazerin şüası, amma mən onun fərqinə varmamışdım. Aytən Ziyadova lazer şüasının fəsadlarını yaşayanlardan sadəcə biridir. Xırda bir diqqətsizlik onun ömür boyu bir gözünün görmə qabiliyyətini itirməsinə səbəb olub. Mənim əvvəllər gözüm çox yaxşı görürdü. İkisi də yoxlatmışdım, 100% idi hər ikisi. Bir ay içərisində mən fərqi gördüm ki, gözümün sol gözüm yaxşı görmür. Bunda doğrudan da çox narahat olduq. Getdik həkimə. Həkim bizə birinci beyinlə əlaqəli olacağını dedi bizə. Gözün kökü, damarları yanıbdı. Görmə elə bir 10%-ə düşüb 100%-dən. Maşın sürəndə və yaxud da kompüterlə işləyirəm. Kompüterin arxasında mənə çox belə əziyyət verir. Hazırda onun vəziyyətinə düşənlərin sayı elə də az deyil. Arzu olunmaz tüklərdən yaxa qurtarmaq istəyi bir çoxlarının müasir elmi tərəqqinin nailiyyətlərindən sayılan lazer prosedurlarına sövq edir. Bu prosesin müddəti isə nahiyədən asılı olaraq dəyişir. Bəzən 1 saatdan artıq davam edən prosedur həmin vaxt ərzində gözün şüa təsirinə məruz qalması ilə nəticələnir. Bundan qorunmaq üçünsə həm prosesi həyata keçirən, həm də müştərilər eynəkdən istifadə etməlidirlər. Amma bəzi xanımlar var ki, eynəkdən istifadə etməkdən imtina edirlər. Təbii ki, biz onları razı salmağa çalışırıq, amma biz buna bir lazeroloq kimi etiraz etməyə ixtiyarımız yoxdur. O müştərinin öz əlindədir. İstərsə eynək taxar, istərsə taxmaz və çox ciddi şəkildə qollarına baxırlar lazer olunan zaman. Təbii ki, bu da ki, görmələrinə, onların sağlamlığı üçün ziyan törədə bilər. Gözdə sulanmalar ola bilər, gözdə göynəmələr ola bilər. Sağlamlığımız üçün heç bir fəsadı olmasa da 24 saatdan 48 saat müddətində gözdə ağrılar baş verə bilər. Yaranan problemlər yalnız hər hansı bir xəta üzündən lazer şüasının birbaşa gözə dəyməsi nəticəsində baş vermir. Digər tərəfdən proses zamanı lazer işığının yanıb sönməsi də gözə mənfi təsir göstərir. Bu məsələdə istifadə edilən lazerin dalğa uzunluğu da vacib rol oynayır. Kosmetoloji istər epilyasiya məqsədli, depilyasiya məqsədli istifadə olunan lazerların dalğa uzunluqları 400-dən artıqdırsa və təsadüfən gözün sirayət etsə, gözə toxunsa, gözə düşsə, saniyələrdən asılı olaraq uzun müddət, bir neçə saniyə təsir etsə, əlbəttə göz toxunmasına mənfi təsir zərər verə bilər. Daha çox görməyə zərər verən lazer, əgər görməmizi təmin edən sarı ləkə nahiyəsinə düz düşübsə, toxumaların belə deyək, məhvinə səbəb olubsa, əlbəttə bu korluğa səbəb ola bilir. Həm lazeroloqların, həm də müştərilərin problemlə üzləşməməsi üçün tələb olunan bütün qaydalara riayət edilməsi vacibdir. Müştərilər bu tələblərin yerinə yetirməkdən imtina etdiyi təqdirdə isə maarifləndirilməli, fəsadları barədə məlumatlandırılmalıdırlar. Əks halda lazerin fəsadlarından əziyyət çəkənlərin sayının artacağı istisna edilmir. Salatın Pirmuradova, Emin Tağıyev, Telesəhər.